9-cu sinifin sınaq suallarının izahına davam edirik. Doğru fikri müəyyən edin. Deməli, bizdən nə soruşulur? Doğru fikir, doğru. Addımlamaq sözünün deyilişi ilə yazılışı fərqlənmir. Amma addımlamaq sözü deyilişi və yazılışı fərqlənir. Çünki q, x kimi tələffüz olunur. Bu yanlış fikirdir. Amma bizə lazımdır doğru. Əvvəl sözü köməkçi nitq hissəsi kimi işlənə bilmir. Əvvəl sözü qoşmada olur. Həm qoşma olur, həm də zərf olur. Qoşma kimi səndən əvvəl mən gəlmişdim. Zərf kimi əvvəl mən gəlmişdim. Bu cavab da yanlış fikirdir. D bəndinə baxaq. Alışmaq sözü amonim deyil. Alışmaq sözü əslində amonimdir. Bir var alışmaq, yanmaq, bir də var alışmaq, vərdiş etmək. Bu da bizim cavabımız deyil. Belə sözü köməkçi nitq hissəsi ola bilmir. Belə sözü köməkçi nitq hissəsi olur. Bir əvəzlik olur, bir də köməkçi nitq hissəsi. Köməkçi nitq hissəsi kimi ədat olur. Ədat kimi bir cümlədə işlətsək, məsələn, sən belə bundan xəbərsiz idin. Bu zaman olur ədat. Qaldı bizim C bəndimiz. Qalla sözü feil və isim kimi amonim olur. Qalla sözü bir var qız qalası formasında isim olur. Bir də var qalamaq. Ocaq, qalamaq feil olur. Bəli, C bəndi doğru fikirdir. Qalla sözü feil və isim kimi amonim olur.